müharibəsi ilə bağlı silsilə çıxışlarım davam edir və bugünkü mövzu başlıq ola bilər ki, sizə bir qədər təəccüblü gəlsin ki, niyə sual verilir ki, ABŞ İsrail-İran müharibəsinə qatılacaqmı? Əslində ABŞ sanki qatılıbdır və İranın 3 nüvə obyektinə zərbə endirib. Bu ilk görüntüdür. Yəni biz geniş miqyasda konfliktə baxsaq, bu ilk görüntüdür və bu görüntünün özü də olduqca aldadıcıdır. Doğrudanmı ABŞ müharibəyə qatıldı? Doğrudanmı ABŞ böyük miqyaslı müharibə istəyir Yaxın Şərqdə və orada iştirak eləyir? Bu barədə mən əvvəl danışmışdım və demişdim ki, yadınızdadırsa, Amerika Birləşmiş Ştatlarında elə Trump dəstəkçilərinin arasında olduqca fərqli yanaşmalar var. Yəni, Trumpın əsas sosial dayağı olan, sayılan Respublikaçılar Partiyasının daxilindəki o MAGA qrupu, yəni Make America Great Again deyilən qrup qəti şəkildə bunun əleyhinədir və hətta onlar Trumpı ittiham eləyirlər, Trumpı aldatmaqda suçluyurlar ki, sən seçicilərini aldatmısan, sən demisən ki, bizim məqsədimiz Amerikadır, biz heç bir müharibəyə qatılmayacağıq. Mən Yaxın Şərqdə, o cümlədən də dünyanın digər bölgələrində Amerikanın qatıldığı müharibələrə qarşıyam və doğrudan da Trump belə şeylər deyib və həqiqət naminə onu da deyək ki, Trump heç zaman müharibə qırğısı kimi çıxış eləməyibdir. Respublikaçıların indiyəcən olan prezidentlərindən fərqli olaraq Trumpın müharibə barədə fikri həmişə negativ olubdur. Amma elə bir vəziyyət yarandı ki, mən keçən dəfə də bunu dedim ki, bir hissə Trumpın hakimiyyətində təmsil olunan, ona təsiri olan bir hissə bu müharibəni istəyir, burada Amerikanın öz çıxarlarını görür. Digər hissə isə dediyim kimi o rəy lideri olanlar, Trumpın sosial dayaqlarını təşkil edənlər, onları idarə edənlər, həmin o MAGA qrupu istəmir bunu və məhz İrana nüvə zərbələri endirilməsindən əvvəl də və bu da baş verdi artıq 3 demək nüvə zərbəsinə Natansda, Fordoda və İsfahandakı nüvə obyektlərinə B-2 təyyarələri və dərinlik bombalarından istifadə etməklə ABŞ zərbə endirdi. Niyə bu baş verdi bəs? Nədən bu baş verdi? Yəni, ABŞ savaşa mı qatıldı? Xeyr, əslində ABŞ savaşa qatılmadı. Bax, o dediyim iki tərəfin mövqeyi səbəbindən Trump bir çıxılmaz vəziyyətə düşmüşdü. O necəsə, bax, bu vəziyyətdən çıxmalı idi. Çətin vəziyyət idi, həqiqətən. Çünki bir tərəfdən Trump özü də başa düşür ki, müharibəyə qatılmaq lazım deyil. İkinci bir tərəfdən Trumpın ətrafında dediyim kimi həmin o neokonlar, izah eləyəcəm bunu, əgər məlumat olmayanlar varsa, neokonlar bu qısaca yeni konservatorların adıdır, neokonservativ deyirlər bunlara. Bir mənalı şəkildə müharibə qırğılarıdır, müharibə tərəfdarlarıdır. Onların haqqında bir qədər sonra ətraflı danışacağım. Onlar təkid edirdi ki, Trump mütləq buna qatılmalıdır. İsrail lobbiçiləri, Netanyahu, ABŞ-ın biz müttəfiqik, biz Yaxın Şərqdə ABŞ-ı təmsil edirik və ABŞ bizi çətin vəziyyətə qoyur kimi belə gileylər var idi. Və Trump bütün bunları yola vermək üçün nə şiş yansın, nə kabab, bayağı dildə desək, prinsipi üzrə hərəkət elədi, götürdü, 3 dənə zərbə vurdu, 3 zərbə deyildi, təbii ki, orada hər təyyarədən bir neçə bomba atılmışdı və onunla da məsələni bitmiş hesab elədi, ən azı bugünlük. Hələlik bu nöqtədə dayanaq, keçim bir qədər yeni konservatorlar, neokonlar haqqında danışım icazənizlə. Bu hərəkat 80-ci illərdə yaranıbdı və bu daha çox SSR-nin çökməsi ərəfəsində olub. Neokonlar kimlərdir? Bunlar vaxtilə Demokratlar Partiyasında olublar və sonradan oradan çıxaraq yeni konservatorlar, yeni mühafizəkarlar hərəkatı yaradıblar. Adamlar bir mənalı şəkildə müharibə qırğılardır. Bir mənalı şəkildə müharibə tərəfdarlarıdır və onların özlərinin platformasında belə fikirlər var. Deyir ki, məsələn, dünyada demokratiya
güc vasitəsilə qurulmalıdır. Ağla sığmaz bir şeydir. Yeni konservatorlar deyir ki, bu güc Amerikada olmalıdır yalnız. Başqa ölkələr hansılar ki, güc yığırsa, Amerikaya rəqib ola bilərsə, onların qarşısı profilaktika yolu ilə, yəni onları sıradan çıxarmaq yolu ilə alınmalıdır. Və Amerikanın xarici siyasətində bu demokratiya gətirmək missiyası İsrailin üzərinə düşməlidir. Yəqin siz xatırlayırsınız, İraqa demokratiya gətirmək və belə-belə məsələlər. Bəli, bu məhz kiçik George Bush'un hakimiyyəti dövründə olmuşdu və o hakimiyyət Amerika Birləşmiş Ştatlarında yeganə hakimiyyət olub son illərdə ki, orada yeni konservatorlar söz sahibi olublar. Yəni, o müxtəlif vəzifələr tutublar. Məsələn, onların ən yüksək vəzifə tutanı Pentagon şefinin müavini Paul Wolfowitzin olması deyilir. Paul Wolfowitz özü çox təhsilli, çox mədəni adamdır. Yeri gəlmişkən bir beynəlxalq tədbirin birində mən onu görmüşdüm. Adam o təəssürat bağışlamırdı. Belə bir qaniçən, qəddar, müharibə tərəfdarı olan. Bu adamlar deyirlər ki, dünyada bir güc olmalıdır, o Amerika Birləşmiş Ştatlarıdır. Qalan bütün güclərin qarşısı alınmalıdır. Dünyaya demokratiya hərbi güc vasitəsilə gətirilməlidir. Ağla sığmaz bir şeydir. Və bax, onlar da İraqdakı o müharibəni təhrik elədilər və o müharibədə nə ilə bitdi? Çox gözəl məlumdur hər kəsə. Paul Wolfowitz yeri gəlmişkən həmin o Pentagon şefinin müavini olarkən onun bir Wolfowitz doktrinası deyilən sənəd üzə çıxıbdır. Düzdür, o heç vaxt rəsmi təsdiqlənməyib ki, bu həqiqətən ya bir dövlət sənədi kimi qəbul olunub, ya məsələn o sifariş olub da, deyək ki, dövlət sifarişi olub ki, belə bir sənəd hazırlansın. O barədə məlumat yoxdur. Amma sənəd ifrat dərəcədə mürtəci bir sənəddir və yenə deyirəm ki, hər şey hərbi güc, hər şey dağıtmaq, hər şey bombalamaq, hər şey müharibə, yalnız bu cür fikirlərdir. Və deyilənə görə indi də Donald Trumpa həmin o neokonların və yaxud yeni konservatorların və yaxud yeni mühafizəkarların təsiri olduqca güclüdür, amma MAQA tərəfdarları, MAQA ideoloqları, onlar bunu istəmirlər. Onlar düşünürlər ki, bizim işimiz Amerikanı ayağa qaldırmaqdır. Bizim siyasətimizdə əsas şüar, əsas sloqan, əsas hədəf budur ki, onların öz təbirici America First. Öncə Amerika. Və buna görə Trump belə bir çıxılmaz vəziyyətdə qalmışdır. Və mən hesab edirəm ki, şəxsən bax, bu nüvə zərbələrindən Trump sadəcə hər kəsi yola verdi. Və bu da təsadüfi deyil. Trump həmin zərbə ərəfəsində MAQA-nın əsas ideoloqu sayılan Steve Bannon'la görüşdü. Onların bir 4 saata qədər güya nahar görüş oldu, amma əslində ətraflı söhbət edirdilər. Yəqin ki, bu məsələlərə dair. Steve Bannon kimdir? Steve Bannon həmin o MAQA tərkibində, mən deyərdim, hətta Respublikaçılar Partiyası tərkibində ən ağıllı, savadlı, strateji düşüncəsi olan, ideologiyası olan bir şəxsdir. İrqçidir, təbii. Onun, məsələn, yoldaşı, keçmiş yoldaşı hələ birinci dəfə Trump hakimiyyətdə olanda onun haqqında danışmışdı ki, deyir, uşağı məktəbdən çıxartdı, başqa məktəbə göndərdi. Soruşdum, niyə eləyirsən? Dedi ki, o məktəbdə çoxlu yahudi uşaqları var. Yəni, bax, bu belə bir adamdır. Məsələn, Steve Bannon həmin o miqrantların əleyhinədir, olduqca kəskin. Onların adına, məsələn, bir müdaxiləçilər mi deyək, necə deyək də, invader ifadəsi işlədir. Invader ingilis dilində tərcümə elədikdə təcavüzkar kimi səslənir. Yəni, ölkəyə zorla daxil olan. Bax, Steve Bannon bu tipli adamdır. İrqçidir, dediyim kimi, ifrat mühafizəkardır, amma müharibə tərəfdarı deyil. Amma Steve Bannon hesab edir ki, onun qrupu, bütün o qrup belə hesab edir ki, Amerika öz problemlərlə məşğul olmalıdır. Müharibəni və açıq dedi yeri gəlmişəm. Bu zərbələr ərəfəsində açıq dedi ki, İsrail başlayıb bu müharibəni, özü də geçsin davam eləsin. Amerikanın müharibəsi deyil bu. Və o tək Steve Bannon deyil idi. Orada bir xanım var, ifrat belə marginal mı deyim, nə mi deyim, bilmirəm, Marjorie Taylor Greene konqresdə həmin o xanım da birdən Trump'a qarşı çıxış elədi, daha doğrusu onun müharibəyə qatılmasına qarşı. Ondan sonra Trump'ın məşhur təbliğatçısı olan Tucker Carlson, jurnalist, hansı ki, vaxtilə Putinlə də
müharibə edərək çox böyük qalmaqallara səbəb olmuşdu. Bax, məsələ bu yerdə idi. Tramp vəziyyətdən çıxmaq üçün mən düşünürəm ki, məhz İsraili yola vermək üçün, həmin o neokonları yola vermək üçün, həm də maqaçıları yola vermək üçün belə bir balanslı hərəkət etdi. Hə, 3-4 zərbə endirdik, bununla da məsələ qurtardı. Biz işimizi gördük. İndi gedin İsraillər nə istəyirsə edin. Əslində Trumpın vitse-prezidenti J.D. Vance də buna oxşar bir bəyanat verdi ki, yəni bizim işimiz budur. İndi biz İrandan tələb edirik ki, İran bizə qarşı addım atmasın, atsa bunun cavabı çox ağır olacaq. Bu da bilirsiniz də, bu hədə-qorxu hər tərəfdən var. İran hədələyir, İsrail də, Amerikanı da. Amerika hədələyir İranı, İsrail hədələyir İranı. Yəni bu hədə daxili publikaya işləyən bir ucuz təbliğat vasitəsidir. Amma işləyir, etiraf eləyək ki, işləyir. Trumpın da tərəfdarları çox məmnundular. İndi ABŞ-ın müharibəyə qatılması, mən niyə onu sual şəklində qoymuşam başlıqda, yəni bir zərbə, iki zərbə endirmək bu müharibəyə qatılmaq sayılmaya bilər. Müharibə o zaman qatılır ki, bütün hərbi gücündən ora müdaxilə eləsin. İndi hər şey İranın atacağı addımlardan asılı olacaqdır. İranın atacağı addımlar bundan sonra Amerikanın davranışını tənzimləyəcəkdir. Amerika Birləşmiş Ştatlarına, məsələn, İran zərbə endirsə onun bazalarına, onun bölgədəki infrastrukturuna və bu gün artıq məlumatlar gedir ki, güya Suriyadakı Amerika hərbçilərinə hücumlar olubdur. O təxribat da ola bilər yeri gəlmişkən ABŞ-ı konfliktə qatmaq üçün, qatmaq istəyənlərin tərəfindən. Və yaxud deyək ki, bilirsiniz, bugün Hörmüz boğazının, həmin o Fars körfəzi ilə Oman körfəzini birləşdirən, mən bu barədə birinci və ya ikinci videoda danışmışdım. Boğazını birləşdirir, iki deməli körfəz arasındakı həmin o boğazın 33 kilometrlik zolaqdır. İran onu bağlayarsa dünya neftinin 20% oradan keçir. Bu əlbəttə ki, müharibənin genişlənməsi, yəni ABŞ-ın iştirakının genişlənməsinə səbəb ola bilər. Bundan başqa məsələn, deyək ki, haradasa İran adına Amerikalılara qarşı terror aktları törədilərsə və yaxud İran bunu törədərsə, bilmirik. Bu məsələlər dediyim kimi artıq tərəflərin davranışından asılı olacaq. Əlbəttə, İsrail bundan sonra da maraqlı olacaqdır ki, ABŞ hökmən bu müharibədə geniş miqyasda iştirak eləsin. Çünki İsrailin də resursları tükənməkdədir. İsrail də artıq müharibəni davamlı şəkildə apara bilmir. Yeri gəlmişkən, bu barədə İsrail hərbi ekspertlərinin, İsrail strateglərinin özlərinin də rəyi var ki, İsrail ordusu uzun müddətli müharibə üçün nəzərdə tutulmuyubdur. Həqiqətən də belədir. Bundan başqa da gəlin İsrail tarixinə bir balaca müraciət edək. 73-cü ildə İsrail sonuncu müharibədə olubdur. O, Yahudilərin bir Yom Kippur bayramı var. Həmin Yom Kippur günü müharibə olubdur. Əsasən Suriya ilə Misir rəsmi mənbələrə görə İsrailə hücum edibdir və belə bir müharibə başlayıbdır. 73-cü il o zamandan artıq 52 il keçir. Yəni, İsraillər 52 ildə müharibə görməyiblər və bugün birdən onların şəhərləri dağılır, onların deməli, ölkələri raket atəşinə tutulur. Əlbəttə ki, onlar bunu İrana nifrət öz yerində, Fələstinlərə nifrət öz yerində, amma Netanyahuya da bağışlamayacaqlar. Çünki İsraillər düşünürlər ki, ən az onların bir hissəsi düşünür ki, bizə lazım idi İrana hücum eləmək. Hanı İranın nüvə silahı hardan çıxdı? Və yeri gəlmişkən mən o hücumla bağlı bir detalı da deyim. Çox maraqlıdır ki, həmin hücum ərəfəsində durmadan məlumat yayılırdı. Az qala saatına qədər məlumat yayırdılar ki, filan nöqtə vurulacaq, filan saatda vurulacaq. Yəni, belə zərbə endirmək olduqda, hərbidə belə şey yoxdur. Hərbidə bütün bu şeylər olduqca məxfi saxlanılır. Təbii ki, çaşqınlıq yaradılır qarşı tərəfdə. Amma burada o qədər açıq mənbələrdə məlumatlar var idi ki, İran tərəf əgər hətta orada zənginləşdirilmiş uran olmuşdusa belə onu çıxarmışdır, şübhəsiz. Buna heç kimin şübhəsi olmamalıdır. Bax, belə bir vəziyyətdə müharibə davam edir və müharibə hansı rakursda davam edir? İsrailin İrana zərbələri davam edir, İranın İsrailə zərbələri davam edir və onlar hər iki tərəf öz uğurlarını təqdim edir.
biz hər şeyi vurduq, biz hər şeyi dağıtdıq. Yadınıza gəlirsə, İsrail deyirdi ki, İranın bütün infrastrukturu iflic olunub, amma İran təkcə dünən 25 raket atıb İsrailə ki, onların 15-i hədəfə dəyib, özü strateji hədəfləri vururlar. Bu isə o deməkdir ki, İsrailin hava hücumundan müdafiə sisteminin özü belə artıq effektivliyini itiribdir. Ya raketlər daha müasir raketlərdir ona görə, yəni İranın atdığı raketlər, ya da İsrailin hava hücumundan müdafiə sistemi tükənibdir. Bax, belə bir vəziyyətdə müharibə davam edir. Dostlar, bugünkü yayımı bununla icazənizlə yekunlaşdıraq. Suallarınız varsa, xahiş edirəm şərhlərdə yazın. Mən gələn çıxışlarımın birində bu müharibənin Azərbaycana təsiri haqqında ətraflı danışmaq istəyirəm. Yəni, söhbət Azərbaycana dedikdə mən bölmürəm cənuba, şimala. Artıq elə bir tarixi mərhələ yaranır ki, elə bir proses yaranır ki, və biz burada artıq öz strateji planlarımız və bütün situasiyalara necə hazır olmalıyıq, bu barədə danışmalıyıq. Təbii ki, dediyim kimi yenə də mənim dediklərim o yalnız bir nəfərin mövqeyidir, subyektiv baxışıdır. Mənim elə bir səlahiyyətim yoxdur ki, orada qərar verim o məsələdə, amma əlbəttə ki, fikirlərimizi bölüşmək də bizim haqqımızdır öz növbəsində. Bax, bu barədə hələlik bu qədər və bir daha demək istəyirəm ki, müharibə artıq bizim sərhədlərimizdədir, müharibə artıq bizim xalqımızın yaşadığı, 30 milyondan yuxarı Azərbaycanlının yaşadığı və bizimlə Azərbaycan Respublikası ilə həmsərhəd ölkənin ərazisində gedir. Artıq İranda yaşayan bəzi xalqların nümayəndələri gələcəkdə öz dövlətini qurmaq haqqında düşünürlər. Artıq Donald Trump və Netanyahu İranda rejim dəyişikliyi haqqında danışırlar. O baş tutacaq, tutmayacaq, o başqa söhbətdir. Biz sadəcə hər bir senariyə hazır olmalıyıq. Və bu mənada növbəti çıxışımı bugün biraz qısa çıxış elədim. Həm sizin vaxtınızı almayım, həm də özüm biraz narahat hiss edirəm. O səbəbdən üzrlü sayın. Amma əslində dünən çıxış eləməliydim. Yəni, bax, bu məsələlərə biz mütləq toxunmalıyıq. Çünki müharibənin gedişindən asılı olaraq İranda hər şey baş verə bilər və Azərbaycan bu halda ayrı-ayrı situasiyalarda necə davranmalıdır. Təşəkkür edirəm. Gününüz uğurlu olsun.